Salam əziz dostlar. Bugünkü növbəti mövzu olacaq prostatireya. Yəni prostatireya nədir? Ümumiyyətlə prostatireya cinsi kanaldan, yəni sidik kanalından prostat şirəsinin gəlməyinə deyilir. Yəni kanaldan prostat şirəsi ifraz olunur. Prostat şirəsinin ifraz olunmasının müxtəlif səbəbləri ola bilər. Yəni prostatireya belə bir şeydir ki, normal halda adətən prostat şirəsi kanaldan ifraz olunmur və kanaldan gəlmir. Sidik çıxarıcı yollardan prostat şirəsinin adi halda, yəni cinsi əlaqə ilə əlaqədar olmayan halda prostat şirəsinin gəlməsi hər hansı bir patoloji prosesin və xəstəliyin olmasından xəbərdar edə bilər insanı. Prostatireya o vaxt baş verir ki, deməli prostat vəzdə hər hansı bir patoloji proses gedir. Yəni ki, xəstəlik gedir. Yəni prostat vəzinin ya iltihabı var, ya digər hər hansı bir problem yaranıb ki, o prostat vəzinin şirəsi xaric olunur. Belə ki, prostatireyanın səbəblərini bir neçə yerə bölmək olar. Birinci səbəb olaraq götürmək olar prostat vəzdə durğunluq. Yəni durğunluq nədir? Prostat vəzi şirəsində, şirə əmələ gətirən yollarda, axacaqlarda həddən artıq şirənin durğunluğu yaranıb və bu şirənin durğunluğunun yaranması nəticəsində deməli sidiyə çıxan zamanı prostat vəzdən şirə ifraz olunur və ya şirə ifrazının sidikdən dərhal sonra əmələ gəlməsi baş verir. Bu prostat vəzdə olan durğunluğun əlamətidir. Durğunluq dediyimiz halda bu təkcə durğunluq adlanmamalıdır. Yəni prostatda sadəcə şirənin yığılıb durğunlaşması anlamına gəlməməlidir. Bu həmçinin də uzun müddətli oturaq həyat tərzi, uzun müddətli cinsi əlaqədə olmamaq, qəbizlik və s. halların nəticəsində əmələ gələn belə deyək, iltihabi prostatitdir. Baxmayaraq ki, infeksiya yoxdur, buna infeksiyon olmayan prostatit deyirlər. Yəni infeksiyon faktoru yoxdur, amma prostat şirəsinin özünün həddən artıq durğun olması, xarici olmaması oradakı yerli iltihab prosesini aktivləşdirir və vəzdə iltihablaşma əmələ gəlir. Həmçinin prostat vəzinin şirəsinin xaric olmasının səbəblərindən biri də deməli qəbizlik ola bilər. Qəbizlik nədir? Bağırsaqda uzun müddət deməli kütlənin, yəni nəcis kütləsinin uzun müddət qalması və durğunlaşması nəticəsində, qəbizlik nəticəsində deməli bildiyimiz kimi prostat vəzi düz bağırsağın ön hissəsində yerləşir və bağırsaq onu həddən artıq bağırsağın oraya sıxılması onu provokasiya eləyir.